Salam. Bu gün İlham Əliyev Milli Məclisə amnistiya aktı təqdim edib. Hər halda bununla bağlı həm hökumət mediası yazıb, rəsmi dövlət mediası, həm də yandaş hakimiyyətə yaxın olan mirzələr yazıb bu barədə. Və bu mirzələrin təqdimatına görə 20 min nəfər adama şamil olunacaq. Bunlar 5 min nəfər həbsdən azad olunacaq. 3 min nəfərə yaxın adam bu komendaturada şərti cəza ilə olanlara aid olacaq. Ümumilikdə bunların iddiasına görə 20 min nəfər məhbus, 20 min nəfər cəzalandırılmış şəxs azad olunacaq. Eyni zamanda bu trollar belə bir iddia irəli sürürlər ki, güya bu amnistiya aktı həm də siyasi məhbuslara şamil olunacaq. Bunu nə ilə əsaslandırırlar? Bunu bəzi dostlarımız da belə əsaslandırır ki, Amerika Birləşmiş Ştatları Lukashenkoya çox ciddi təsir göstərib, alverq edib daha doğrusu. Bunu təzyiq adlandırmazdı. Lukashenko ilə Trump arasında alverq edib. Bu alverq nəticəsində bir neçə ay bundan əvvəl, 2 ay təxminən bundan əvvəl 50 nəfər, 2-3 gün bundan əvvəl də 120 nəfər siyasi məhbus Belarus həbsxanalarına azad olunub. Və həmin insanlar da öz ölkələrində, öz evlərində yaşamağa icazə verməyiblər. Və Lukashenko həmin adamları ölkədən sürgün edib. Bu 120 nəfərdən çoxusu, son azad olunan 120 nəfərdən çoxusu Ukraynaya gəlib. Bir qismini Pribaltika ölkələrində göndəriblər. İndi bu ehtimal edirlər bizdə, həm bizim dostlarımız, eyni zamanda hökumət trolları bunu təbliğ edirlər ki, eyni cür danışıq güya Trumpla İlham Əliyevin arasında baş verib və bunun nəticəsində bu amnistiya aktında siyasi məhbuslar da azad olunacaq. Mən bu məsələdə xeyli bədbinəm. Çünki həm bu baş vermiş, keçən müddət ərzində baş verənlər, eyni zamanda amnistiya aktı ilə bağlı əldə etdiyimiz məlumatlar məni bədbin olmağa məcbur edir. Nəyə görə bədbin olmağa məcbur edir? Onu deyim ki, bu amnistiya aktı ilə bağlı uzun müddətli söhbət gəzir və təxminən 3-4 gün əvvəl amnistiya aktının hazır olduğunu və bu günlərdə Milli Məclisə təqdim ediləcəyini mənə demişdilər. Bilirdim, bu arada məlumatım vardı. Az inandığım üçün bu yazmadım. Bu belə mənə deyilən faktları təqdim edə bilmirdim. Adamların adını çəkə bilmədiyim üçün bunu heç yazmadım. Amma burada məsələ ondan ibarət idi ki, bu məlumatı verən adamlar təkidlə deyirlər və həm də məsələ ona gedir ki, burada amnistiya haqqında əsas məsələ Bakıda həbsdə olan erməni separatçılarının azadlığa buraxılması. Heç də siyasi məhbusların azadlığa buraxılması da heç də demək deyil ki, Trump administrasiyası İlham Əliyevə ona görə təzyiq edir ki, siyasi məhbusları azad etsinlər. Biz bu ilə bağlı, bu məsələ ilə bağlı heç bir danışıqların baş verdiyini görməmişik, şahidi olmamışıq. Amma erməni separatçılarının azadlığa buraxılması məsələsi gündəmdədir. Və bir sıra Avropa ölkələri, bir sıra beynəlxalq təşkilatlar bu məsələni zaman-zaman gündəmə gətirirlər, bu məsələni müzakirə edirlər. Eyni zamanda biz Paşinyanın Trumpdan həmin Azərbaycan xalqının qanuna ədli batan bu qatillərin buraxılmasını xahiş etdiyini görmüşük. Yəni, maaş olunub, yazılıb bu barədə. Trump da söz verib ki, bu məsələni İlham Əliyevlə müzakirə edəcək. İndi bizdə olan məlumat, məndə olan məlumata görə İlham Əliyev bu erməni separatçılarının daha çox azadlığa buraxılması üçün bu addımı atır. Bu amnistiya aktını qəbul edir. Nəyə görə həm də biz belə düşünürük ki, siyasi məhbuslardan yan keçəcəkdir. Bax, Trumpla Əliyev görüşdükdən sonra Azərbaycan müxalifətinin lideri Əli Kərimli həbs olundu. Eyni zamanda dekabrın 12-sində Heydər Əliyevin heykəlinin üzərinə Stalin yazan siyasi məhbus, Xalq Cəbhəsinin fəalı Elbəy Kərimli 2 saylı cəza çəkmə müəssisəsində qətlə yetirildi. Paralel olaraq Xalq Cəbhəsinə qarşı belə repressiya yürüyüşü həyata keçirir
Əli Kərimli və Məmməd İbrahimdən başqa rayonlarda da həbslər həyata keçirilir. Rayon şöbələrinin fəalları, sədrləri həbs olunur. Əli Kərimlinin mühafizəçilərinə qarşı qaldırılmış saxta ittihamlar daha da ağırlaşdırılır, daha da ciddi şəkildə salınır ki, adamlar uzun müddətli həbsdə qalsınlar, həbsdən azad olunmasın. Və burada diqqət çəkən əsas məsələ nədən ibarətdir? İlham Əliyev belə 20 min nəfər adamın şamil olunacağını iddia edir bu hakimiyyət. Bu böyük şov, bu böyük səs-küyün fonunda erməni separatçıları azadlığa buraxılacaq və buna etiraz edən səslər bu hayküydə eşidilməyəcək. Bu səs-küydə eşidilməyəcək. Həbsxanalar, Azərbaycan həbsxanalar günahsız adamlarla doludur. Bu da İlham Əliyevin biznesidir. Heç bir günahı olmayan adamlar, yaxud çox az bir günah törədən adamlar uzun müddətli həbslərə göndərilir. Məsələn, mən siyasi məhbus olmuşam, siyasi məhbusları qoyuram kənara, siyasi məhbus olmayan adamlar. Çox cüzi bir cinayət törədən, cinayət də demək olmaz, qayda pozuntusu törədən adamlar 5 il, 6 il həbs cəzasına məhkum olunur. 20 manat pul götürmənin üstündə, bir kisə fındıq oğurlamağın üstündə. Bax, bir kisə fındıq oğurladı, 6 il adam həbsdə yatır. Bir kisə fındığın 200 manat uzaqbaşı qiyməti var. 30 manat xəstə uşağına gecə dərman almaq üçün tanışının çayxanasından 30 manat götürüb və kameraya düşür. Gedib dərman alıb, səhər qaytarıb pulu verir. Amma gecə kameraya düşüb, bu mühafizə polisinin qeydiyyatına düşüb, adam 6 il gəldi oturdu, şikayətçi, hər iki halda şikayətçi yox idi. Belə çoxlu faktlar saymaq olar. Narkotiklə şərlənənlər var ki, güya bu narkotik satır. Belə adamlar var, çoxlu belə günahsız adamlar var siyasi məhbuslardan. Bax, bu adamların bir hissəsini buraxıb böyük bir şov düzəldi və bu şovun, bu hayküyün, bu səs-küyün fonunda yavaşca ermənilər də buraxacaq. İlham Əliyev onları əfv edə bilər. Yəni, qanunvericilik, Azərbaycan qanunları, Azərbaycan konstitusiyası İlham Əliyev üçün yazılır. Yəni, bu istədiyi kimi bu qanunu fırlaya, bu qanunu istədiyi kimi oyan sürtə bilər. Amma bu erməniləri tək buraxmaq istəmir, bütün bu diqqəti öz üzərinə cəlb istəmir. Bu biabırçılığa Milli Məclisi də şərikdir. Çünki təşəbbüs İlham Əliyevdən olsa da, bu amnistiya aktı ilə bağlı. Amma amnistiya aktının altında Milli Məclisin imzası olacaq. Yəni, Milli Məclis bu aktı qəbul edəcək. Bilirsiniz ki, amnistiya aktı da Milli Məclisdə qəbul edildiyinə qədər qanun, Azərbaycan Respublikasının qanunu statusunda. Yəni, bu məsuliyyəti də İlham Əliyev atır Milli Məclisin üzərinə. Bu məsuliyyətdə atacaq Milli Məclisin üzərinə və zaman keçdikdən sonra deyəcək ki, Milli Məclis belə istəyir, Milli Məclis qərar verir. Mən də razılaşmışam bunu. Bunlar həyat adamlardır, bunlar dünənini unutdura bilən adamlardır, bu yalanlarını mal alaya bilən adamlardır. Gözləyək görək Milli Məclisin təqdim olunan layihə nədən ibarətdir? Konkret hansı maddələri əhatə edəcək, konkret hansı adamlara şamil olunacaq. İndi ümumi yazırlar və hökumət konkret maddələrin adını çəkmir. Yazır, qadınlar həbsdən azad olunacaq, yaşı 60-dan yuxarı olanlar azad olunacaq, ondan sonra həm azyaşlılar azad olunacaq. Amma konkret amnistiya aktı elə bir şeydir ki, bunun maddələri olmalıdır, hansı maddələr düşür, hansı cinayət məcəlləsinin hansı maddələrində həbs olunan adamlar düşür. Bu amnistiya aktı cinayət məcəlləsinin hara kimi əhatə edəcək. Biz bunlardan heç bir şeydən xəbərimiz yoxdur. Mən siyasi məhbuslar məsələsində xeyli dərəcədə bədbinəm. Həm də bu 20 min adamı əhatə edəcək şousuna da inanmıram sözün açığı. Çünki bundan əvvəlki amnistiya aktında 10 min nəfərə şamil olunacaq. Belə haykü faktiki olaraq həbsxanadan 1000-1500 nəfər adam çıxmışdı. Həm cərimələr, belə xırda xuruş işlərə
maddələri salmışlar. Çox az adam həbsdən azad olmuşdu. Əflərdə də biz görmüşük ki, şeylərə az düşür bu. E, adamlar az düşür. Əffə bizim siyasi məhbuslarımız az düşür. Elə adamlar əffə salınır ki, siyasi məhbuslardan onun cəzasının çəkilməsinə bir neçə ay qalır. Məsəl üçün, mən həbsdə olanda Nardana hadisələrine görə həbs olunan bir nəfər adam vardı. Cəzasının bitməsinə 3 gün qalmışdı. Onu saldılar əffə, hesabatda getdi ki, əffə düşüb deyə. Bax, belədir İlham Əliyev. Bu belə saxtakarlıqlarla məşğuldur. Görək bunun amnistiya aktı ilə bağlı bu nağılı nə ilə bitir. Sağ olun.